Xalq şairi Süleyman Rüstəm 1906-cı il mart ayının 12-sində Bakının Novxanı kəndində anadan olub. Onun uşaqlıq illəri öz doğma kəndi Novxanıda, Xəzərin sahilində keçib. Şair inqilaba qədər Rus-Tatar məktəbində oxumuşdu. Süleyman Rüstəm yazırdı ki, məktəbdə direktor və pedaqoq işləyən Süleyman Sani Axundov onun ədəbiyyata marağını oyatmışdır. Məktəbi bitirdikdən sonra Süleyman Rüstəm Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil almışdır. Texnikumun ictimai həyatında fəal iştirak etmiş, Divar qəzetində felyeton və şeirlərlə, Molla Nəsrəddin məcmuəsində kiçik xəbərlərlə çıxış etmişdir. Şairin Unudulmuş Gənc adlı ilk mətbu şeiri Maarif və Mədəniyyət jurnalında dərc olunmuşdu. Həmin vaxtdan dövrü mətbuatda müntəzəm çıxış etmişdir. 1925-ci ildə texnikumu bitirib, Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. Onun tələbə yoldaşları Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli, Vəli Xuluflu olmuşdur. O, görkəmli yazıcı Əbdürrəhim bəy Haqverdiyev kimi pedaqoqdan dərs almışdır. 1929-cu ildə Süleyman Rüstəm Moskva Dövlət Universitetinin Ədəbiyyat və İncəsənət fakültəsində təhsilini davam etdirmişdi. 1937-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının sədri və bir sıra məsul vəzifələrdə işləmişdi. Süleyman Rüstəm təkcə şair deyil, həm də tərcüməçi, ədəbiyyat adamı idi. İvan Krılovun, Aleksandr Griboyedovun, Aleksandr Pushkinin, Mikhail Lermontovun, Nikolay Nekrasovun və başqalarının əsərlərini ana dilinə tərcümə etmişdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. İkinci Dünya müharibəsi şairin yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb. Ana ürəyi, Durnalar, Ana və Paçdalyon, Gün o gün olsun ki kimi şeirləri məhz o dövrdə nəşr olunmuşdur. Həmin illərdə Süleyman Rüstəm Cənubi Azərbaycanda olmuş, orada yaşayan soydaşlarımızın ağır həyatını gözləri ilə görmüş, cənublu şairlərlə görüşmüşdür. Könlümə Təbriz düşdü, Yaralarım, İşıq, Şair, Sahəndə cavab, Yenə Araz qırağında, Görsəm kimi şeirlərində şair vətən həsrəti yaşayan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Ədəbi fəaliyyətə Çimnaz xanım yuxudadır bir pərdəli komediyası ilə başlayan sənətkarın Qaçaq Nəbi, məzmun dramı, Durna komediyası dramaturgiyamızın incilərindəndir. Şair bir çox təltif və mükafatlara layiq görülmüşdür. Süleyman Rüstəm ədəbiyyatımızda tərənnüm, vəsf və ithaf şeirlərinin ən məhsuldar yazılarından biridir. Doğru aşıq özünə dərdi qəmi bəs bilməz. Kim ki qəlbi ilə sənə bağlı deyildirsə könül, gecə gündüz başı üstündə onun əs bilməz. Eşqi əyləncə bilən nazlı gözəllər var ki, sevirəm söylə bütün aləmə sağ səs bilməz. Deyirəm sevgili cananıma bu can qurban, canı qurban deməyən, eşqi müqəddəs bilməz. Rüstəmin ondaki canan görünür gözlərinə, imtihan sıçanının barmağını kes bilməz. Süleyman Rüstəmin xatirəsinə 2006-cı ildə poçt markası buraxılmışdır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur və Bakı şəhərindəki küçələrdən biri şairin adını daşıyır. Xarici dillər təmayüllü gimnaziyaya da şairin adı verilmişdir. Xalq şairi Süleyman Rüstəm 1989-cu il iyunun 10-da Bakı şəhərində vəfat etmişdir və Fəxri Xiyabanda dəfn olunmuşdur.